Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın Ankaraya səfəri üçün misli görülməmiş təhlükəsizlik hazırlıqları görülür. Məlumata görə Trump Türkiyədə keçiriləcək NATO liderlər zirvəsinə təxminən 1000 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. Səfər zamanı yeni Air Force One prezident təyyarəsi, Marine One helikopteri və məşhur The Beast canavar ləqəbli prezident limuzini də Ankaraya gətiriləcək. Və bu səfərdən əvvəl ABŞ logistika və təhlükəsizlik qrupları Ankarada olacaqlar. Paytaxta gələrək marşrutları, təhlükəsizlik planlarını və təşkil edəcəklər. Bu Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçiriləcək. Trump Qətərin ABŞ-yə hədiyyə etdiyi və prezidentin istifadəsi üçün xüsusi uyğunlaşdırılmış Boeing 747-8 tipli yeni Air Force One ilə səfər edəcək. Təyyarədə prezident aparatının əməkdaşları, milli təhlükəsizlik müşavirləri, məxfi xidmət agentləri və hərbi personal da yer alacaq. Prezidentin qısa məsafəli səfərlərində istifadə olunan Marine One helikopteri hissələrə ayrılmış şəkildə Türkiyəyə gətiriləcək və Amerikalı texniki mütəxəssislər tərəfindən Ankarada yenidən yığılacaq.